Salam uşaqlar, bugün sizlərlə birlikdə 5-6-cı mövzulardan A variantını işləyəcəyik. Artıq dövlətin yaranma prosesi ilə Manna dövlətini işləyəcəyik. Birinci sualdan başlayaq. İndi demək, birinci sualda deyir ki, dövlətin əsas əlamətlərindən deyil. Xəzinə bəli, əsas əlamətlərindəndir. Ordu da, qəbilə xeyr, əsas əlamətlərindən deyil. Cavab C-dir. Qanun da və hökmdar da bəli. Hökmdar, xəzinə, qanun, ordu demək olur, əsas əlamətlərindəndir. Ancaq C variantı qəbilə isə bunlar əlamətindən deyil. İndi 2. Deyir ki, Manna tarixinə aiddir. Sonra deyir, Romalıların yürüyüşünə məruz qalması xeyr. Manna dövləti Romalıların yürüyüşünə məruz qalmayıbdır. Dövlətin əsasını İranzu tərəfindən qoyması xeyr. İranzu tərəfindən qoyulmuyor. Başqa adam tərəfindən qoyulub. Sadəcə ən məşhur tanınan hökmdarlarından biri də İranzu olubdur sadəcə. Sonra C-də deyir, Urartu dövlətin köməyi ilə işğal olmuş torpaqların geri qaytarılması xeyr. Urartu deyil, Aşur dövləti ilə ittifaq bağlayıb, yəni köməyi ilə işğal olmuş torpaqları geri qaytarıb. Zəngin xammal və yerüstü sərvətlərinin bolluğu nəticəsində sənətkarlığın inkişaf etməsi. Bəli, deyildi cavab. Hələ qızılcan da tapılmışdı orada. Y-də deyir, 9-cu əsrdə Azərbaycanın cənub torpaqlarında yaranması. Bunu da öz götürə bilərdik, amma eramızdan əvvəl 9-cu yüzillikdə yaranıb. Eramızdan əvvəl 9-cu yüzillikdə yaranıb. Yəni 9-cu əsrdə, yəni 9-cu əsrdə bizim era tutur. Amma eradan əvvəl 9-cu əsr desəydi düz olardı. Buna görə bu da səhv olur. Bunları silək. İndi keçək 3-cü suala. Uyğunluğu müəyyən edin. Qəbilə bir soydan törəmiş və birlikdə yaşayan nəsildir. Birə C gedir. Tayfa demək müəyyən dövrdə adamların qohumluq münasibətlərinə, dil və ərazi ilə əsasən birlikdir. Yəni qəbilələr olubdur. Bir soydan törəmiş nəsil olub. Qəbilələr birləşib tayfa yaratıbdır və tayfalar da birləşib tayfa ittifaqları yaratıbdır. Bu da tayfa, ona görə cavab B olur. Təsisat da qurulmuş, yaradılmış idarə, təşkilat deməkdir. Bir də A gedir. Demək, 1-ə C, 2-yə B, 3-ə A, cavab Y bəndi. 4-də Atropatena dövlətindən fərqli olaraq Albaniya. Burada Atropatena dövləti, Albaniya dövləti salıb. Burada belə olacaq. Keçmiş Manna dövləti arasında meydana gəlmişdi. Deyirsə Atropatena dövlətidir. Amma bizdən Albaniyalı soruşur. Buna görə bunu götürmürük. Buna çıx qoyaq. Sonra eramızdan əvvəl 1-ci minilliyin 2-ci yarısında yaranmışdı. Baxın, Atropatena və Albaniyada ikisi də 4-cü əsrlərdə, yəni Atropatena 4-cü əsrdə yaranıb. Albaniya isə 3-4-cü əsrlər belə yaranıb. Demək olar Atropatena ilə eyni dövrdə yaranıbdır, eyni əsrdə yaranıbdır. Ona görə bu fərqli deyil. Bu da çıxır. Bizdən fərqli istəyir amma. Yəni Albaniyada olsun xüsusiyyət, Albaniyada olsun, Atropatenada olmasın. Qərb sərhədləri Xəzər dənizinə qədər uzanırdı. Burada bu niyə olmur C? C səhvdir. Çünki Xəzər dənizindən qərbdə Azərbaycandır. Və biz də onda oluruq, Azərbaycan da bizim şərqimizdə olur. Amma bu da qərb sərhədlərdir. Azərbaycanda cənub torpaqlarında və ya şimal torpağında fərq eləmirsə, yəni Azərbaycanda yaranıb da, ona görə o şərq sərhədləri deməli idi, qərb sərhədləri deməli deyil idi. Amma desək ki, Xəzər dənizindən qərbdə yaranmışdı, bu hər ikisinə aid olardı. Yəni C-ni götürmürük. D-də ilk paytaxtı Kürd çayından şimalda yerləşmişdi. Burada Kürd çayından şimalda yerləşən Albaniya dövlətinə aiddir. Buna görə D-ni götürürük. Romalılar tərəfindən süqutu olmuşdu. Cümlə tamamilə səhvdir. Romalılara nə Atropatena süqutu uğrayıb, nə də Albaniya.
Sadəcə Atropatena və Albaniya, yəni Atropatena ilə Atropatena hökmdarlarından biri eləyibdi. Yəni Atropatena yaradan Atropat olubdu. Ancaq Atropat öldükdən sonra o yenə bir dənə hökmdar Romalılar məğlub edib döyüş bayraqlarını ələ keçiribdi. Yəni burada Romalılar tərəfindən süquta uğralıb, yəni Romalılar onlara qalib gəlib deməkdir. Albaniya ilə də Alban qadınların qəhrəmanlığına heyrətə gəlib sülh bağlamışlar. Ona görə cümlə tamamilə səhv cümlədir. Cavabımız D bəndə olur. 5. Atropatena dövlətinə aid değildir deyir. Atropatena dövlətinə aid olmayan deyir Urmiya göl ətrafında yaranması. Bəli, Manna da Atropatena da ikisi də Urmiya göl ətrafında yaranıbdı. Albaniya isə Göyçə göl ətrafında yaranıbdı. Yəni değildir deyir. Ona görə B A çıxır. Yerli sənətkarların öz məhsulları Çindən, Hindistandan gələn tacirlərə sataraq qazanc əldə etməsi. Bəli, bu da aiddir. Yəni Hindistandan, Çindən tacirlər gələrsə, onda tacirlərə sataraq qazanc əldə edirdilər. Sonra C-də deyir Atropatın rəhbərliyi altında Makedoniyalılara qarşı mübarizə aparması. Atropatena dövləti deyir. Makedoniyalı İskəndərin ölməsi lazımdır ki, Atropatena dövləti yaransın. Yəni Atropat rəhbərliyi altında Makedoniyalı İskəndərə qarşı mübarizə aparanda Atropat elə Atropatena dövlətini yaratmamışdı, qurmamışdı. Yəni Makedoniyalı İskəndər ölməlidir ki, bu Atropatena dövləti yaransın. Yəni Atropatena dövləti ilə Makedoniyalı İskəndər bir yəni cümlədə isə səhv cümlə olur o. Ona görə C-ni götürür, Atropatena dövlətinə aid deyil. D-də deyir Roma qoşunu döyüş bayraqlarını ələ keçirir. Bəli, bu Atropatena dövlətinə aiddir, amma Atropata aid deyil. Bu D-ni yəni düzdür götürmürük. Şimalda Albaniya dövləti ilə həmsərhəd olması. Bəli, Atropatena eramızın əvvəlləri, yəni 1-2-3-cü, yəni eramızın əvvəllərində 3-cü əsrdə süquta uğramışdı. Eramızdan əvvəl demirəm, eramızın əvvəlləri deyirəm. 3-cü əsrdə süquta uğramışdı. Albaniya isə 8-ci əsrdə bizim erada 8-ci əsrdə süquta uğrayıbsa, demək şimalda Albaniya ilə həmsərhəd olubdu. Ona görə Y də gedir, cavab qalır C bəndi. İndi keçirik 6-ya. Deyir Azərbaycan qədim dövlətlərinə aid cədvəldə rənglənmiş yerlərə əsasən uyğunluğu müəyyən edin. Demək, bizdə deyir ki, Azərbaycan cənub torpaqlarında yaranması Albaniyaya xas xüsusiyyət deyil. Bizdə də 1-2 verib deyə biri götürəcək. Atropatena dedi. Atropatena və Manna cənub torpaqlarında yaranıb. Atropatena və Manna da Urmiya gölü ətrafında yaranıbsa, onda Urmiya gölü də cənubda, Göyçə gölü də şimalda olur. Demək, buradan biri götürdük. Sonra ikincidə deyir Romalılara qarşı mübarizə aparması. Manna dedi ki, Romalılara qarşı mübarizə aparmayıb. Albaniya isə aparıbdı. Yəni 4-ü götürürük. Deyəm, bunu silim. Belə xət çəkim. Bəli, indi üçüncüdə də deyir ki, eramızdan əvvəl 1-ci minilliyin 1-ci yarısında, yəni Mannaya aid xüsusiyyətdir bu. Meydana gəlməsi təbii ki də dedim Mannaya xüsusiyyətdir. Atropatena 2-ci yarısında yaranıbdı. Albaniya və Atropatena 2-ci yarısında yaranıb. Bunlar da çıxır. Cavabımız olur 1, 4, 5. Cavabımız D bəndi. 7-də deyir ki, uyğunluq pozulmuşdu. Bir neçə qohum qəbilə birləşərək tayfalar yaradırdı. Bəli, bayaq bunu dedim, tayfalar da birləşib tayfa ittifaqı yaradırdı. Bu düzdür, yəni bunu götürmür. Bizdən pozulmuşdu istəyir. Və İtər qəbilənin yəni orada istər olacaqdı. İstər qəbilənin, istərsə də tayfanın bir başçı olurdu. Bəli, bunu da düz deyir. Başçını da ağsaqqallar təyin eləyirdi. İcma üzvlərdə bu təyin elədikləri, yəni seçdikləri başçının dediklərinə əməl edirlər. Yəni burada həm ağsaqqallar, həm də icma üzvləri seçmişdilər, bunu demək istəyirəm. Yəni bunu götürə bilərik. A, bizdən pozulmuşdu istəyircə. Bunda B da olmur.
Sonra deyir C-də qəbilə və tayfa başçılarına ağsaqqal yardım edirdi. Bəli, bu da düzdür. Ona görə götürmür. Bizdən pozulmuşdu. Yəni səhv olanı istəyir. Başçı və ağsaqqallar ümumi yığınacaqda seçilirdi. Bəli, bunu da düz deyir. Bəli, bir dəqiqə. Burada bəli, bunu da ümumi yığıncaqda seçilirdi. Bəli, bunu da düz deyir. Y-də deyir, icma üzvləri seçdikləri şəxslərin qəbul etdiyi qərarlara etiraz etmək hüququna malik idilər. Burada etiraz etmək, yəni onun dediklərini eləməmək demək idi. Amma mən sizə dedim ki, seçdikləri icma üzvləri onun dedikləri əməllərə, yəni onun dedikləri qaydalara əməl edirdilər. Ona görə cavabımız Y pozulmuşdu. 8 deyir, adı ilk hökmdarın adı ilə ilk hökmdar deyir. Hökmdarın adı ilə bağlı olan qədim Azərbaycan dövlətinin paytaxtını müəyyən edin. İlk hökmdarın adı ilə deyirsə, Atropatena olacaq. Bəs Manna niyə olmur? Manna isə öz adını Azərbaycan cənub torpaqlarında yaşayan tayfadan alıbdı adını. Bizdən də bu Atropatena isə hökmdarın Atropatın adından alıbdı. Ona görə bizdən Atropatenanı istəyir. Atropatena da paytaxtı 5 şəhəri Qazakadır. 5 şəhər burada Qazaka olur. Marağa, 4 Ərdəbildir, 2 Bakıdır, 3 Şamaxıdır, 1 də Bərdə olacaqdı. Yəni burada cavabımız olacaqdı 5 Y bəndi. 9-da deyir, xronoloji ardıcıllığı müəyyən edin. Albaniya dövlətinin varlığına son qoyulması 8-ci əsrdə, eramızda 8-ci əsrdə. İndi bir tane o tərəfə keçsin. Və burada deyir, sonra deyir ki, İran-Zumanla torpaqlarını azad etməsi. Sonra da, yəni burada İran-Zumanla adı çəkilibsə, demək bu əvvəl olub da, ən əvvəl. Yəni ikini götürürük birinci. Sonra Qazakan paytaxt şəhəri çevrilməsi. Bəli, Qazaka eramızdan əvvəl 1-ci minilliyin ikinci yarısında çəkilib deyə birinci bunu götürürük və Albaniya dövləti 8-ci əsrdə Ərəb xilafəti tərəfindən süquta uğradılmışdı. Eramızda olur. Bu eramızda əvvəl olduğu üçün bunu əvvəl götürəcəyik. Eramızda olduğu üçün isə onu daha sonra götürəcəyik. Yəni biri də daha sonra götürəcəyik. Sonra onda deyir, sxema uyğun olaraq düzgün cavabı müəyyən edin. Azərbaycan bizdən deyir, cənub torpaqların eramızdan əvvəl 1-ci minilliyin birinci yarısında, yəni Mannaya aid vilayətlərin Aşur və Urartu basqınlarından qorunmaq üçün birləşməyə başlaması. Bəli, bunu düz deyir. Sonra deyir ki, İranzunun İzurtu şəhərini paytaxt elan etməsi. İranzu dediyi ki, dövlət yaratmayıb deyə İzurtu şəhərini paytaxt elan edə bilməz. Bu səhvdir. Sonra Manna dövlətin ərazisinin vilayətlərə bölünməsi. Bəli, bunu götürürük. Sonra 1-ci minilliyin ikinci yarısı və cənub torpaqları dediyi üçün biz götürəcəyik Atropatena. Atropatın Roma qoşunlarının məğlubiyyətə uğratması. Dedim ki, Atropat Roma qoşunlarının məğlubiyyətə uğratmayıb. Atropatena hökmdarlarından biri uğradıbdı. Yəni, döyüş bayraqlarında ələ keçiriblər. B-də deyir, Makedoniya İskəndərin Atropatı Azərbaycan torpaqlarında yeni dövlətin hökmdarı kimi tanınması yeni yaranan dövlət deyir. Dedi ki, Makedoniya İskəndər yeni dövlət, yəni Atropatena dövləti olduqda bunu səhv götürürük də, yəni olmur, səhv götürülür o. Sonra C-də deyir, sənətkarlıq və ticarətin inkişafı nəticəsində şəhər həyatının canlanması. Bəli, bunu götürürük buradan. Cavabımız olur 1AC, 2C. Bu qədər idi. B variantlarını da o birisi dərs çəkəcəm. Sağ olun.